son günlərdə Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının konfransı və orada yayılan platform. Sonra da bir neçə gündən sonra o platformun o C bölümünün daha geniş vasitədə yayılması nəzəri cəhətdən Azərbaycanın siyasi gücünün birləşməsinə bir şərait yaradılırdı. Yəni bu yazılan platform əməldə bir federativ platform olurdu. Federativ platform dediyimizdə şərait yaradır ki, tamam güclər bir araya gələ bilsin və bu güclər, yəni Azərbaycan siyasi gücləri başqa xalqların, qeyri-fars xalqların gücləri ilə deyil yalnız, bəlkə mərkəzdə bir kəsin güclərlə bir araya gəlmə imkanı yaranır və İran rejiminə qarşı həm bir etilaf, siyasi etilaf meydana gəlir və o etilafdan bir siyasi alternativ də İran rejiminə formalaşır kimi düşünmək lazımdır. Yəni o elə bir alternativ ki, orada qeyri-fars xalqlar, o cümlədən Türk xalqının siyasi gücləri geçiş devri alternativində siyasi rol oynamalarına şərait yaranır. Amma həman yaydıqları platform 2 gündən sonra içərilərində, yəni həman Əməkdaşlıq Şurasının içində çox ciddi ixtilafların olmasını meydana çıxardır. Yaydıqları platform federativ bir platformudur İranda. Yəni Azərbaycana bir yerel devlət və İrana bir federal cumhuriyyətin quruluşu üçün mövqe və mövzi tutulur. Bu baxış açısı çox müsbətdir. Çünki İranda siyasi hərəkatın bir araya gəlib və birləşməsinə şərait yaradır. Amma yavaş-yavaş bir neçə gündən sonra xəbər gəlir, hətta bəzi mübahisələrdə meydana gəlir ki, xeyr, tamam qurumlar iki Əməkdaşlıq Şurasındadılar, bu yayıldığı platformu qəbul etmirlər. Və istiqlal pəncərəsindən, istiqlalçılıq açıdan onu yanlış bilirlər. O fərqli müxalif kəsimlərin adını burada çəkmək istəmirəm. Amma istiqlaliyyət şüarı bugün Azərbaycana nə zərər və ziyan verir deyə və istiqlaliyyət mövzei bugün siyasi alanda, İranın siyasi alanında kimin nəfinə, kimin çıxarına tamam olur, onu bir neçə cümlədə aşkarca bəyan etməliyəm ki, hər kəs və ya hər təşkilat harda durduğunu və nədən müdafiə etdiyini və müdafiə etdiyi fikir kimlərin, hansı kəsimlərin çıxarların, mənafiyin təmin edilir, aşkarca bilsin, ondan sonra qalanı onların özünə qalsın. Amma bizim xalqımız, aktivistlərimiz, Azərbaycanda gedən milli demokratik hərəkatın düzgün, doğru, demokratik həqləri əldə etmə və Azərbaycanda bir yerel devlətin qurmasına şərait yaradılan fikri teori cəhətdən nədir deyə ən azı onu hər kəs bilsin. Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının konfransında Stokholmda direkt iştirakım vardı. Orada sual-cavab bölümündə bir neçə sual meydana qoydum ki, o sualların cavabı Azərbaycanda gedən milli demokratik hərəkatın siyasi, stratejik mövqeyi nə olmalıdır deyə bir sadə dildə aydınlaşır. Suallarım belə başlırdı. Birinci sual. Əcəba İran rejimi devrilib çevrilməyincə Azərbaycanda və ya Güney Azərbaycanda bir devlət bərpa etmək olurmu? Cavab bəllidir. Belə bir şey ola bilməz. Əvvəl gərək İran İslam Cumhuriyyəti yıxılsın, devrilsin, çevrilsin və sonra Azərbaycanda bir devlətin qurulmasına şərait yaransın. Yəni nə? Yəni milli demokratik hərəkatın və ya Azərbaycanın siyasi təşkilatları birinci dərəcədə stratejilərində biz necə İran İslam Cumhuriyyətini çevirib devirə bilərik deyə plan və proqram olmalıdır. İkinci sual belə gəlirdi. Əcəba Azərbaycanın siyasi gücü, yəni Azərbaycanda milli demokratik hərəkatın gücü İran rejimini çevirib devirə bilərmi?
Cavab bəllidir. Yox, elə bir şey ola bilməz. İkinci sual. Əcəba qeyri-fars xalqların siyasi gücləri İran rejimini devirib çevirməyə yetərmi? Bu sualın da cavabı bəllidir. Xeyr. Qeyri-fars xalqların siyasi gücləri İran rejimini devirib çevirməyə yetməz. Üçüncü sual. Əcəba tamam xalqlərin, İranda yaşayan xalqların siyasi gücləri, yəni qeyri-fars xalqların siyasi gücləri və Fars mərkəz siyasi güclərin bir araya gəlməsi ilə İran rejiminin çevirib devirmə imkanı vardır. Bunun cavabı bəlidir. Bəli, tamam siyasi güclər bir araya gəlirsə, İran rejiminin çevirib və devirmə imkanı var və İran rejiminə bir alternativ ürətmə və alternativi meydana qoyub gerçəkləşdirməyə imkan vardır. Zənn etmirəm ki, normal düşünən bir siyasətçi, normal bir siyasi partiya, İranı tanıyan bir siyasi ünsürə və siyasi düşüncəyə bu verdiyimiz cavablardan başqa bir cavab olsun. Yəni, Türk xalqı yalnız özü, Azərbaycan, yəni və ya qeyri-farslar İran rejimini çevirib devirə bilməzlər. Bəlkə hamı bərabər, tamam xalqlar, o cümlədən mərkəz və Fars xalqı da bərabər yürüməklə İran rejimini dəyişmək mümkündür. Əgər həqiqət bu isə, yəni yol budur ki, xalqlar bərabər yürüməlidirlər ki, eləyə bilsinlər, bu rejimi çevirib, devirib və ona bir alternativ yaratsınlar. Bu, o deməkdir ki, Azərbaycanda siyasi güclər, təşkilatlar, milli hərəkatın aktivistlərinin stratejik xətti hangi siyasəti götürməlidir deyə təyin olmuşdur. Təyin olması nədir? Elə bir xətt seçilməlidir ki, başqa siyasi hərəkətlərlə, yəni genel hərəkətlərlə, ümumi hərəkətlərlə çəlişkidə, təzadlıda olmasın. Çün müəyyən bir dərəcədə çəlişkidə olursa da onlar bir araya gələ bilməzlər ki. Və o güclər bir araya gələ bilmədilər İran səviyyəsində da İran rejiminin getməsinə, çevirib derilməsinə şərait yaranmaz ki da. Məsələ, diqqət eləsək, qadın yaşama azadlıq hərəkatının etirazlarının sonuçsuz qalmasının əsas səbəblərindən biri İran rejiminə siyasi alternativ yoxudur. Yəni siyasi bir etilaf yoxudur ki, xalq yanında tanınmış olsun, biraz da məhbubiyyət olsun. Eyni halda ona görə də başqa dövlətlər o etilaf siyasını İrana bir alternativ kimi, siyasi alternativ kimi seçsinlər. Elə bir şərait yoxudur və elə ona görə də hərəkət bastırıldı və rejim həyatına davam etdi. İndi yenə geri dönək o əsas sözümüzə. İranda siyasi hərəkətlər bir-birinə uyumsal bir stratejinin içində olmasalarsa, İran rejimi həyatına davam edəcəkdir. Əlbəttə, burada bir parantezdə açım. Uyumsal siyasi cərəyanlar dediyimdə, əlbəttə ki, tamam cərəyanlar deyildir. Yəni, şovinisti, faşisti, səltənətçi cərəyanlar bu etilaf və ya bu siyasi hərəkətin içine yerləşməzlər. Bəlkə uyumsal dediyimizdə demokratik çapda hərəkət edən güclərin bir araya gəlməsi məqsud və mənzurumdur. Yaxşı, əcəba Azərbaycanda və ya başqa qeyri-fars xalqların bölgələrində istiqlal şüarı ilə xalqların, qeyri-fars xalqlarla mərkəz və Fars xalqının siyasi gücləri bir araya gələ bilərmi? Sualın cavabı bəllidir. Xeyr. Bu durumda istiqlal şüarı ilə qeyri-fars xalqların, mərkəz və Fars xalqının hərəkətləri bir araya gələ bilməz. Yəni, nə istiqlalçılar istərlər ki, mərkəz qrupları ilə danışsınlar, nə də mərkəz qrupları hazır olarlar ki, istiqlalçılarla müzakirəyə girsinlər. Yəni nə? Yəni istiqlal şüarı bu aşamada İran rejiminin çevirib devirməsi üçün uyumsal bir şüar değildir. Hatta daha aydın danışsam, istiqlal şüarı bu aşamada İran rejiminin çevirib devirməsi məsələsində tamamen İran rejiminin mənafeyini təmin edən bir stratejidir. Baxmayaraq ki, istiqlal şüarı verir, onurlu bir şüar meydana qoyur, amma əsas məsələ budur ki, bu şüarı, bu stratejini önə aldığında
daha başka gruplarla, başka siyasi hareketlerle bir araya gelme mümkünat içinde değildir. Eğerse bir strateji İran çapında siyasi hareketlerin bir araya gelmesine engel törədir, o demək İran rejiminin həyatının devamına yardımcı olur da. Çünkü İran'da siyasi hareketlerin birbirine yaxınlaşıb, birləşib ve İran rejimini yıkmağa bu imkanı yaratma yerine siyasi gücler bu stratejiye dayanmak için baltan alıp parçalanır da. Parçalanırsa da siyasi güc, yani zəifləyir və zəif gücdə İran rejimini yıkmağa, devirməyə və çevirməyə əvvəldə dediyimiz kimi imkanı yoxdur. Elə buna görə də İstiqlal şüarı Türk Milli Demokratik Hərəkatına bu aşamada Azərbaycanda və hətta İranın başqa bölgələrində Türklərin mənafeyini diqqət mərkəzinə aldığımızda ziyan verici və İran rejiminin mənafeyini təmin edən bir stratejidir. Bunu çox açıqca deməliyik və danışmalıyıq haqqında. Bu aşamada Azərbaycana və qeyri-fars xalqlara uyumsal strateji İran içində məsələnin çözümünə bir strateji olmalıdır. O strateji nə ola bilər? Ən uygun, ən tanınmış strateji o sahədəki xalqlar öz bölgələrində devlətlərin qursunlar və o devlətlərin bir-biri ilə bərabər mərkəzi devləti bərpa etsinlər deyə bir federativ siyasi sistemdir. Yəni bir federativ cumhuriyyət qurulsun deyə İran içində siyasi gücləri, yəni qeyri-fars xalqların və mərkəz fars xalqının siyasi güclərinin, uyumsal güclərinin bir araya gəlməsinə zəmin yaraldır. Və o zəmin İran çapında bir siyasi etilafın, federativ və cumhuriyyətçi bir siyasi etilafın meydana gəlməsinə imkan verir. Yəni bugün Azərbaycanın mənafeyin istəyirsənsə və ya qeyri-fars xalqların mənafeyin istəyirsənsə, İran çapında bir siyasi hərəkət oluşmalıdır ki, İran İslam Cumhuriyyətinə bir siyasi alternativ yaransın. Elə bir siyasi alternativ ki, xalqların tərəfindən dəstəklənsin və o dəstəkləmə görə də xarici himayət alsın. Yəni o etilaf xarici devlətlər tərəfindən də xalqların dəstəyi üçün himayət alsın ki, İran rejimi siyasi böhrana düştüğünde, ciddi bir siyasi çalkantıya düştüğünde harici devletler o siyasi etilafı bir siyasi alternatif kimi kabul edip rəsmiyyətə tanınsın ve bu vasitə ilə İranda bir ciddi değişime yol açılsın. Yani İran rejiminin değişilmesine ve yeni bir demokratik mahiyyətdə olan hakimiyyətin formalaşmasına çaba göstərilə Yani bu ne demək istirdik? Əvvəl sözümüzə getdiyimizdə İran rejimi yalnız Azərbaycan gücü ilə, yalnız qeyri-fars siyasi xalqların gücü ilə deyil, bəlkə İran çapında tamam xalqların güclərinin bir araya gəlməsiyle yıxılma imkanı var, değişilmə imkanı vardır deyə bu strateji Azərbaycana və siyasi hərəkətimizə lazımdır. Bura geldiğimizde mümkündür bu sual meydana gələ ki, onda istiqlalçılar ne etsinler? Yani istiqlalçılar niye fikirlərindən əl çəksinlər və ya istiqlaliyyəti istəməsinlər ki? Bu sualın cevabı belədir. İstiqlalçılar əlbəttə ki, istiqlaliyyət fikrində ola bilərlər. Amma bu aşamada İran rejimi değişilməyincə istiqlal şüarı ilə hərəkət etmək İran rejiminin qalıcılığına xidmət etmək deməkdir. Bu aşamada İstiqlalçılar İran rejimi değişilsin ve yerel devletler kurulsun diye federatif alternatif çerçevesinde çalışmalı ve İran rejiminin değişilmesinden Azerbaycan'da bir yerel devletin kurulmasına şerait yaranandan sonra istiqlalçı partiyalar devlet kurulanda Azerbaycan'da özlerini bir istiqlalçı partiya kimi meydana çıxa bilərlər. Ama orada Azerbaycan devleti, yerel devleti kurulmuş bir haldadır. Təsbit olunmuş bir haldadır. Azərbaycanın, yəni Güney Azərbaycanın yerel devləti təsbit olan gündən istiqlal partiyaları meydana gəlməlidir və Azərbaycanı istiqlaliyyətə götürməyə çaba və mübarizə içinə girməlidirlər.
Mesela bugün Kanada'da Quebec kimi. Hani Quebec partiyalarında İstiqlal Partiya, Quebec'in yerel hakimiyyəti qurulub, təsbit olub, orada istiqlalçı partiyalar meydana gəlib, istiqlal mübarizəsi verirlər. 2 dəfə də oranı istiqlal referendumuna götürüblər və uğur qazanmayıblar. Amma hər halda istiqlalçıların varlığı və onların mübarizəsi meydanda görünməkdədir. Söz uzanmasın deyə yine birinci sözə döndüyümüzdə İran rejimi o zaman çevrilib və devrilə bilər ki, İranda yaşayan xalqların siyasi gücləri bir araya gəlsinlər. Hər bir siyasi strateji ki, adın çəkdiyim bir araya gəlməyə əngəl törədirsə, o strateji İran rejiminin və Xamneyinin mənfəəti və çıxarı çərçivəsindədir. İzin verin iki istiqlalçı zehniyyətin taktik və stratejilərinə geçən 30 ildə işarət edim və sözü sona çatdırım. Diqqət edərsinizsə, İranda yaşıl hərəkatı meydana gəldi. Yaşıl hərəkatı Xamneyinin otoritəsini sındırma və onun liderliyində Mir Hüseyn Musəvi var idi. Bizimkilər deyirdilər ki, Mir Hüseyn Musəvi başlıqda olduğuna görə və bizim istəklərimizə diqqət eləmədiyinə görə biz bu hərəkətə qatılmadıq. Sukut taktiki götdük deyirdilər. Amma baxdığımızda Mir Hüseyn Musəvinin yaşıl hərəkatı uğur qazanmadı. O nə deməkdir? Yəni lazımi dəstəyi almadı ki, uğur qazanıb və Xamneyinin otoritəsini sındırsın. Ən azı İranın anayasasından vəli-fəqih qanunu çıxartsınlar. Hangi qruplardılar ki, yaşıl hərəkatına dəstək vermədilər ki, şikəstə uğradı və Xamneyinin otoritəsini sındıranmadı? Azərbaycanda sukut taktikini qəbul edənlər. Bu hərəkət fasların hərəkətidir deyə bizə dəxli yoxdur deyə deyənlər. Hətta bugün belə içimizdə insanlarımız vardı ki, o sukut taktikindən. Sukutu kim istirdi? Xamneyi istirdi və etirazçıları evlərinə göndərmək istirdi. Bizimkilər bu haldakı görürdü ki, sukut etmək, etirazlara qatılmama, Xamneyi cibhəsini təqviyyət etmə və etirazçıların cibhəsini təzyiq eləməkdir. Yine də sukut şuarını verirdilər. Hətta bugünə qədər insanlarımız vardı ki, sukut etmə şuarından müdafiə edirlər. Yəni o hərəkətdə, o etirazlarda Xamneyinin cibhəsində dururlar. İkinci nümunə qadın yaşama azadlıq hərəkatındaydı. Bunu da yine olar iftiratçılarımız, aşırıcılarımız Kürdlərin və Farsların hərəkəti kimi dəyərləndirdilər, qatılmayacağıq deyə dedilər. Bu etirazın şikəstə uğramasının səbəblərindən biri nə olur? Xalqların qatılmaması. Xalqların qatılmamasının şuarını verənlər kim idi? Bizimkilərin içində olar ki, deyidilər, bu hərəkət Farsların və Kürdlərin hərəkəti idi. Bu mövze və mövqe ilə hansı cibhəni təqviyyət edirdilər bu etirazlarda? Xamneyinin cibhəsini, istibdadın cibhəsini, istibdadın cibhəsində duranlar. Diqqət ediniz ki, necə aşırı cəhətdən siyasətə qatılmada xalq mənafiyi deyil, bəlkə istibdadın və Xamneyinin çıxarları daha çox diqqət mərkəzinə alınırdı. Yəni bizim aktivistlərimin o kəsimləri istibdadın cibhəsində, Xamneyinin cibhəsində dururdular. Bir başqa nümunədə verməliyəm. Kürd hərəkatına diqqət edin. Hamısı istər istəməz, hamısı və hər kəs də bilir ki, bunlar istiqlalçıdırlar. Amma bunların siyasi partiyalarında, şuarlarında heç bir istiqlal sözü tapmasan. Hamısı federal platformu çərçivəsində çalışmaq istəyirlər. Əcəba onlar dəlidirlər, bilmirlər, təcrübələri yoxdur, ya yox. Onlar o təcrübə sahibidirlər ki, bilsinlər ki, əvvəl İran rejiminin getməsi lazımdır. İran rejiminin getməsinə İran içində çözüm tapılmaq lazımdır. İstiqlal şuarı ilə bu çözüm mümkün olmazdır. Hətta İran rejiminin həyatının daha çox davamına köməklik edər deyə düşünürlər. O cəhətdən əvvəl federativ şuarı verib Kürdistan devlətini qurub onu təsbit edəndən sonra istiqlala çalışma zamanı gəlmişdir deyə düşünürlər. Necə ki, Əraqda federal devləti qurdular, sonra da istiqlala bir çaba göstərdilər o referendumla, amma uğur qazanamadılar. Onların səbəbləri də başqa şeydir ki, başqa analizdə ona diqqət yetirmək olar. Umuram ki, burada sözümü çatdırmış olmuşam və Azərbaycanda siyasi güclər
hangi siyasi strateji seçməklə uğur qazana bilərlər deyə səbəb və dəlillərimi ortaya qoymuşam. Vaxt qoyub məni dinlədiyiniz üçün çox təşəkkür edirəm.